Sual ki, bəzi qadınlar heyz olmasın deyə dərman atırlar da, qarşısını almaq üçün. Belə icazə əldə eləmir. Allah daha doğrusunu bilir. Mən bildiyim qədər bu icazəlidir, amma 2 şərtlə. Bir odur ki, həmin o qəbul edilən dərmanlar o zərər olmasın, əmin olasan zərərindən. Çünki ola bilər bəzi tabletkalar var, atar insanın bədəninə ziyan olar, zərər olar. Əgər əmin olsa, arxain olsa zərərindən, onda olar. İkincisi də gərək əri izin versin buna. Çünki bəzi hallar var ki, qadının heyz qalması, yəni xəstələnməsi qadının xəstələnməsi əri ilə əlaqəli ola bilər şəriət hökmündə. Bu kimi şeylər var axı, bəzən iddə müddəti falan bu kimi şeylər var. Əlaqəli ola, yəni onunla təalluqu olduğu üçün alimlər deyiblər ki, izin alması ərindən alarsa problem yoxdur. Yəni o tabletka məsələn atdığı dərman saxlayırsa, o heyz qanını saxlayırsa, o təmiz hökmündə olur yəni. Allahu aləm, məsələ bu yerdir.